Biz bilirik ki, Quran və sünnəyə əsaslanaraq alimlər söyləyiblər ki, səbrin 3 qismi var. Hansı ki, o 3 qism Allah Taala'nın ayətləri, Allah Subhanahu Taala'nın bizə buyurdu Qurani-Kərimdə, göndərdi Qurani-Kərimdə və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə baxanda o 3 dənə səbrin nədir qismləri bizə bəlli olur. Ən birinci alimlər söyləyiblər ki, Allah Taala'nın əmrlərinə qarşı səbirli olmaqdır. Deməli, qardaşlarım, namaz qılmaq, oruç tutmaq, zəkat vermək, həcc etmək, nə ki Allah Taala bizə əmr edibsə, bu şeyləri etmək üçün insana səbir lazımdır. Səbir olmasa, bu şeyləri etmək mümkün deyil. Çünki bu 5 gün, 10 gün, 1 ay, 2 ay, 6 ay ediləsi bir şey deyil ki, sən 5 ay namaz qılıb sonra deməyəcəksən ki, yox, yandım, qutardı. Bu sənin ömrünün axırına kimi, qəbr evinə kimi səninlə bərabərdir. Ona görə Allah Taala buyurur ki, sizə yəqinlik gələnə qədər Rəbbinizə ibadət edin. Yəni, ölüm gələnə qədər Rəbbinizə ibadət edin. Bu onu göstərir ki, insan Allahın əmrlərini yerinə yetirmək üçün ona böyük bir səbir lazımdır. Allahdan o səbri istəməlidir ki, uca o böyük olan Allah Subhanahu wa Ta'ala'nın əmrlərini etsin, səbirlə, yəni edərək onları gözəl şəkildə nə etsin, yerinə yetirsin.